Sən deyirsən ki, bir dənə yazsam nə baş verəcək? Böyük faciələr o bir dənə yazıdan başlayır. Örtülü danışıram hər şeyi. Pis adamlarla oturma deyir, yaxşı insanlara bədgüman olarsan. Deyirsən, narahat olma, necə narahat olma, hədis deyir olarsan. Yaxşı insanlara bədgüman olmuşsan. Bəzi peşmançılıqlar da bəzən adam peşman da olur, amma ürəyincə olmur. Bəzən. Bax gör ömür hara gedir. Bəzən şeytan plan tökür, bir nəsli dözür ki, onu azdıra bilməyəcəm, amma ondan sonra gələn nəsli azdıracam. İndidən onun planını tökür. Bu qədər. Bu qədər himməti var şeytanın. Xülasə müğayət ol. Yalancılara həqiqət kimi göstərməsinlər. Həqiqi ehtiyacın nədir? Onu anla. Və onu anlamaq üçün əyləşmirsən. Və onu anlayandan sonra ehya olacaqsan, diriləcəksən. Əhya gecəsi, dirilmək gecəsidir. Yoxsa elə ölü kimi qalacaq. Ölü kimi. Ehtiyac mövzusu sıradan bir mövzu deyil.